Şəxsi sərhədlərimi necə gücləndirim? Bu artıq yetişkin sualıdır. Bu o deməkdir ki, siz artıq yetişkin həyatda fərqində şəkildə yaşayıb suallar verə bilirsiniz. Özü qarşınıza məqsədlər qoya bilirsiniz. Şəxsi sərhədlərimizi qoruya bilmək üçün birincisi öz orbitimizə qayıtmalıyıq, öz oxumuza qayıtmalıyıq. Bunu biz Level Up proqramında edəcəyik. Özümüzə xəyanət etməyi dayandırmalıyıq. Və ən dərində ana atamızla yaşayarkən, böyüyərkən, uşaq vaxtı nə vaxt sərhədlərimiz pozulub, o anlara qayıdıb da duyğularımızı buraxmalıyıq. Bunları biz hər zaman proqramlarda edirik. Level Up proqramında da olacaq şəxsi sərhədlər mövzusu. Çünki çox önəmlidir. Yox deyə bilməyən insan o deməkdir ki, özünüzdə rədd edilmə proqramı da böyükdür. Digər tərəfdən yaxşı adam proqramı sizdə çoxdur. Qorxursunuz pis insan olmaqdan, sərhədlərinizi qorumazsınız. Bunların hamısını işləyirik. Zaman-zaman Level Up proqramında da olacaq.